Salam, hörmətli dinləyicilər. Bugünkü dərsimiz çevrədir. Çevrəyə aid bütün qaydaları bugün öyrənmiş olacağıq. Deməli, başlayırıq çevrə nə deyilir ondan. Çevrə nədir? Müstəvi üzərində verilmiş nöqtədən eyni məsafədə yerləşən bütün nöqtələrdən ibarət olan fiqura deyilir çevrə. Həmin nöqtə adlanır çevrənin mərkəzi nöqtəsi və həmin nöqtə deyilir çevrənin mərkəzi. Mərkəzi də ixtiyari nöqtəsini birləşdirən düz xətt parçası adlanır çevrənin radiusu. Yəni burada gördüyümüz OB, OA, OK radiusdur. İxtiyari iki nöqtəsini birləşdirən düz xətt parçası isə adlanır vətər. Mərkəzdən keçən vətərə deyilir diametr. Yəni ən böyük vətər çevrənin adlanır diametri. Diametr isə olur radiusun 2 misli. Çünki mərkəzdən keçdiyi üçün, bax buradan gördüyümüz AB vətəri ən böyük vətərdir. Burada radius, onda bu AB olur diametr, D də bərabərdir 2 yerə. Deməli, ən böyük vətəri adlanır çevrənin diametr. Bəs dairə nədir? Çevrədə dedik ki, müstəvi üzərində götürmüş nöqtədən eyni məsafədə yerləşən bütün nöqtələrdən olan fiqura dedik çevrə. Amma dairədə isə müstəvi üzərində götürmüş nöqtədən verilmiş məsafədən böyük olmayan bütün nöqtələrdən ibarət olan fiqura deyilir dairə. Yəni dairənin içərisi dolu olur, çevrənin içərisi isə boş olur. Əgər burada nöqtə götürmüşsə, tutaq ki, deyirik ki, 3 cm-dən böyük olmayan, yəni 3 cm və 3 cm-dən kiçik bütün nöqtələrdən ibarət olan fiqur adlanır dairə. Yəni çevrə ilə dairənin arasında fərq, dairənin içərisi dolu, çevrə isə içərisi boş olur. Dairənin sahəsi olur, çevrənin isə uzunluğu olur. Dairə çevrəsinin uzunluğu götürdükdə, dairə çevrəsinin uzunluğu da elə çevrənin uzunluğu kimi başa düşülür. İndi gəlirik düz xəttlə çevrənin qarşılıqlı vəziyyəti. Birinci hal, düz xəttlə çevrənin heç bir ortaq nöqtəsi yoxdur. İkinci hal, düz xəttlə çevrənin yalnız bir ortaq nöqtəsi var. Onda həmin düz xəttdə çevrəyə çəkilmiş toxunan düz xətt deyilir. Düz xəttlə çevrənin iki ortaq nöqtəsi var. Onda həmin bu AB düz xəttinə deyilir kəsən, AB kəsən. A düz xətt burada əgər kiçik A hərfini yazsaq, A düz xətti isə çevrəyə çəkilmiş toxunan adlanır. İndi isə çevrələrin qarşılıqlı vəziyyəti izah edək. Birinci vəziyyət, çevrələrin heç bir ortaq nöqtəsi yoxdur. Bu zaman deyirik ki, çevrələr bir-birinin xaricində ola bilər, bir də bir-birinin daxilində ola bilər. Heç bir ortaq nöqtəsi yoxdursa, burada da iki hal ola bilər. Biri digərinin xaricindədir və yaxud da biri digərinin daxilində yerləşir. Biri digərinin xaricində yerləşərsə, onda mərkəzləri arasındakı məsafə radiusları cəmindən böyük olur. Çünki bu arada da məsafə olduğuna görə, ümumi bu məsafə O1, O2 parçasının uzunluğu böyükdür radiusların cəmi. İkinci hal, yenə çevrələrin heç bir ortaq nöqtəsi yoxdur, amma bu halda biri digərinin daxilində yerləşir. Onda mərkəzləri arasındakı məsafə radiusları fərqindən kiçik olmuş olur. Üçüncü hal, çevrələrin yalnız bir ortaq nöqtəsi var. Burada da iki hal olur. Bir xaricdən toxuna bilər, bir də daxildən toxuna bilər. Əgər çevrələr xaricdən toxunursa, yəni bir ortaq nöqtəsi var, yalnız xaricdən toxunursa, o zaman mərkəzləri arasındakı məsafə elə radiusların cəmi olmuş olur. Burada da misal üçün, əgər radiusu 10 və 4 cm olan iki çevrə xaricdən toxunursa, bu çevrələrin mərkəzləri arasındakı məsafə 10 plus 4 olur. Yox, əgər daxildən toxunursa, onda mərkəzləri arasındakı məsafə böyük çevrənin radiusundan kiçik çevrənin radiusunu çıxmış olur. Yəni burada O1, O2 bərabər. Əgər bura biz R2 desək, buna da R1 desək, onda nə olur? R2 çıx, R1. Yəni böyük çevrənin radiusundan kiçik çevrənin radiusunu çıxmış oluruq.
Bu da 4-cü hal. Və 5-ci hal, çevrələrin iki orta nöqtəsi var. İki orta nöqtəsi varsa, o zaman deyir ki, bu çevrələr mütləq kəsişir. Və mərkəzləri arasındakı məsafə arasındakı belə bir münasibət olur. Radiusların fərqi kiçikdir. O1, O2, o da kiçikdir. R1 plus R2. Çünki burada iki orta nöqtəsi olduğumuz üçün burada alırıq O1, burada bir dənə A desək, O1A, O2 üçbucağı almış oluruq. Biz də üçbucaq bərabərsindən bilirik ki, üçbucağın istənilən tərəfi digər iki tərəfin fərqindən böyük, cəmindən isə kiçikdir. Ona görə burada fərqi R1 çıx R2, bunu modda yaza bilərik. Kiçikdir üçüncü tərəf, yəni mərkəzlər arasındakı məsafə, o da kiçikdir radiusların cəmi, yəni digər iki tərəfin cəmi. Üçbucaq bərabərsinə görə bu bərabərsi almış oluruq. Bir də bir-birinin daxilində yerləşib eyni mərkəzi olan çevrələr var. Biri digərinin daxilində yerləşir, amma mərkəzləri üstə düşür. Bunlara deyilir konsentrik çevrələr. Və burada bu konsentrik çevrələr arasında halqa əmələ gəlir. Bu hissə adlanır halqa. Halqa nədir? Böyük çevrənin radiusundan kiçik çevrənin radiusuna çıxdığımız zaman buradan da halqanın qalınlığını tapmış oluruq. Bu burada da sualda da gördüyünüz kimi konsentrik çevrələrin arasındakı halqanın qalınlığı 6 cm. Və radiusları 2/5 nisbətində olarsa kiçik çevrənin radiusunu tap. Böyük çevrənin radiusunu yazırıq 5K, kiçik çevrənin radiusunu yazırıq 2K. Kiçik yerinə yazdığımıza görə. Deməli 5K çıxılsın 2K bərabərdir 6, 3K bərabərdir 6, K da bərabərdir 2-yə. K kiçiksə bizdən kiçik çevrə, kiçik çevrədə 2K-dır. Bu da olur 4. Kiçik çevrənin radiusunu 4 tapmış oluruq. İndi isə çevrədə bucaqlar hissəsinə başlayaq. Birinci mərkəzi bucaq nədir? 2 radiusun əmələ gətirdiyi bucaq və yaxud da təpə nöqtəsi çevrənin mərkəzində olan bucaq adlanır nə? Mərkəzi bucaq. Mərkəzi bucağın dərəcə ölçüsü söykəndiyi qövsün dərəcə ölçüsünə bərabərdir. Çevrə özü 360 dərəcəyə bərabərdir. Ona görə burada da biz mərkəzi bucağı tapdığımız zaman alfa bucağını tapırıqsa ilə söykəndiyi qövsün dərəcə ölçüsü neçədirsə alfa da ona bərabər. Deyək ki, AMB qövsü 30 dərəcədirsə alfa da 30 dərəcə olmuş olur. Qövs nədir? Qövs isə çevrənin ixtiyari iki nöqtəsi arasında qalan hissə. Məsələn, burada AMB qövsü var. Bir də böyük, burada bir dənə en yazsaq. Bir də AMB qövsü var. Kiçik qövs adlanır minor qövs. Buna deyilir AMB. Bu olur minor qövs. Kiçik qövs adlanır minor qövs. Bir də AMB var. AMB. Bu isə adlanır major qövs. Major qövs. Minor qövs, major qövs. İndi isə daxilə çəkmiş bucaq nədir? Çevrə daxilə çəkmiş bucaq. Çevrə üzərində bir nöqtədən çıxan iki vətərin əmələ gətirdiyi bucağa deyilir daxili bucaq. Daxili bucağın dərəcə ölçüsü həmişə söykəndiyi qövsün yarısına bərabərdir. Burada daxili bucaq təpə nöqtə çevrənin mərkəzi daxilə çəkmiş bir bucağın xaricindədir. 3 hal ola bilər. Çevrənin mərkəzi daxilə çəkmiş bucağın üzərində ola bilər. Üçüncü hal isə çevrənin mərkəzi daxilə çəkmiş bucağın daxilindədir. Deməli, xaricində ola bilər, üzərində ola bilər, bir də daxilində yerləşə bilər. İndi, burada tutaq ki, bura veribsə 30 dərəcə, onda bura olacaq 15 dərəcə. Daxili bucaq söykəndiyi qövsün yarısına bərabər olmuş olur. Eyni qövsə çəkilmiş həm daxili bucaq var, həm də mərkəzi bucaq var. Onda mərkəzi bucaq daxili bucağın ikimisinə bərabərdir. Yəni, buradan alırıq ki, beta bərabərdir 2 alfa. Əgər bura 40 dərəcə olarsa, onda beta olacaq 80 dərəcə. Çünki bura olur 80, mərkəzi bucaqda söykəndiyi qövsün
dərəcə ölçüsü olduğuna görə cavab olur 80. Burada isə şəkildə çevrənin daxilinə ABC bucağı çəkib, AOC bucağı 120-dir. Bura 120-dirsə, onda 360-dan 120 çıxsa, bura olur 240 dərəcə. 240 da AMC qövsü 240 olur. Daxili bucaqda söykəndiyi qövsün yarısı olduğuna görə 240-ın yarısı o da neçə eləyir? 120 dərəcə almış oluruq. Burada isə alfa plus beta bölü 2 düsturdan da yadda saxlaya bilərsiniz. Düstursuz da yadda saxlaya bilərsiniz. Məsələn, burada sualı görürsünüz 150 dərəcə. Bu 150 dərəcə isə yenə buradan 360-dan, çünki cəmi 360-dır tam bucaq. Yəni düsturu qarışdıra bilərsiniz. Qarışdırmamaq üçün, daha doğrusu düstursuz öyrənmək istəyirsə, 360-dan 150 çıxırsınız, qalır 210 dərəcə. Bu 210 isə deməli bu qövs də 210-dur. 210 da yarısı nə olur? 105 dərəcə. Yəni bu şəkildə də öyrənə bilərsiniz. Deməli, eyni vətərə söykənən bütün daxili bucaqlar bir-birinə bərabər olmuş olur. Çünki hamısı eyni qövsə söykənir. Hər bir bucaqda söykəndiyi qövsün yarısı olduğuna görə eyni qövsə söykənən bütün daxili bucaqlar bir-birinə bərabər olmuş olur. Diametrə söykənən daxili bucaq 90 dərəcə olur. Niyə görə belə olur? Çünki yarım çevrə 180 dərəcə olur. 180-in də yarısı daxili bucaq dedik axı söykəndiyi qövsün yarısıdır. 180-in də yarısı olur 90 dərəcə. Deməli, diametrə söykənən bucaq 90 dərəcəyə bərabər olmuş olur. İndi belə bir dənə sual var. Dimin test topusunda olan suallardandır. O nöqtəsi çevrənin mərkəzidir. AB 10 olarsa, MBA 30 dərəcədir. A nöqtəsindən BM düz xəttinə qədər olan məsafəni soruşur. Bunu yazdıq, bura 30 dərəcə. Biz biraz əvvəl dedik ki, diametrə söykənən bucaq 90 dərəcə olur. Ona görə bura 90 olduğu üçün və A nöqtəsindən BM düz xəttinə qədər məsafə dediyimiz zaman buradan buna perpendikulyar endirilmiş düz xətt parçası çəkirik. Perpendikulyar endirən zaman olur 90 dərəcə. Deməli, bura AB 10-dur. AB 10-dur. Onda BM də biz bilirik ki, 30-un qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. Əgər bura 10-dursa, onun da yarısı nə olur? 5 cm. Deməli, MA, yəni A nöqtəsindən BM-ə qədər olan məsafə MA olur 5 cm. Və ya belə də tapa bilərik. Biz bunu birləşdirdiyimiz zaman, mərkəz ilə birləşdirdiyimiz zaman bu 30-dur. Onda qövs olur 60. Qövs 60 isə bu mərkəzi bucaqda olur 60. İndi AB 10-dursa, onda BO ilə AO bərabər olur 5, 5. Əgər bərabər yanlı 3 bucaqda, çünki bu da radiusdur, OM radius olduğu üçün o da 5 olur. Bərabər yanlı 3 bucaqda bir bucaq 60 dərəcəsə, onda o bərabər tərəfli olur. Onda MOA bərabər tərəfli olduğu üçün MA da 5 cm tapmış oluruq. İndi vətər və kəsən arasında bucaq və yaxud da iki vətər arasında qalan bucaq, yəni vətərlər arasında qalan bucaq, iki kəsən arasında qalan bucaq, kəsən toxunu arasında qalan bucaqlar hansı düsturla hesablanır, onların izahını verir. Deməli, iki vətər O nöqtəsində kəsişirsə, onda onların arasında qalan bucaq qarşı-qarşı duran qövslərin cəminin yarısına bərabər. Və burada da görürsünüz, alfa bərabərdir. AMB üstəgəl CND qövsü bölünsün 2. Burada AB qövsü 60 verib, CD qövsü 80 veribsə 60, 80. 60 ilə 80-i toplayıb 2-yə böldüyümüz zaman deməli alfa bucağını tapmış oluruq. Bəzən burada məsələn bu bucağı verər, amma bizdən alfa yox, buranı soruşar. O zaman buranı 70 tapandan sonra bunlar qonşu bucaqlarda 180-dən 70 tapıb məsələn AOC bucağında tapmış ola bilərik. İki kəsin arasında qalan bucaq isə böyük qövs çıxılsın kiçik qövs bölünsün 2 düsturu ilə hesablanır. Deyək ki, bura 190-dır, burada deyək ki 50-dir.
190 çıx 50, 140 bölü 2 yenə də 70 dərəcə almış oluruq. İndi isə iki toxunan arasında qalan bucaq. İki toxunan arasında qalan bucaq. Burada da yenə böyük qövs çıxılsın, ayın bir qövsü bölünsün 2 ilə tapırıq. Amma ona ehtiyac olmur. Burada toxunanlar arasında qalan bucaq ilə bu qövsün cəmi, qövsün dərəcə ölçüsü 180-ə bərabərdir. Yəni, bura 30 dərəcədirsə, onda bura neçə dərəcə olur? 150 dərəcə olur. Burada tutaq ki, başqa hansı formada ola bilər bu şəkil? Toxunan ola bilər. Bir də mərkəzə çəkilmiş düz xətt parçası olar. Çevirək haline götürmüş nöqtədən. Burada da bu ikisinin cəmi, bura alfa olsa, A, B, C, O nöqtəsi. Burada da bu ikisinin cəmi, çünki bu tam mərkəzdən keçdiyinə görə, bu B, O düz xəttdir, deməli çevrəni yarıya bölür. Biraz əvvəl dedik ki, bu ikisinin cəmi 2 dənə toxunan çəkdiyimiz zaman, belə buradan toxunan çəkdiyimiz zaman, toxunanlar arasında qalan bucaqla bu qövsün dərəcə ölçüsü 180 olurdu. Burada isə bu ikisinin cəmində isə 90 olur. Niyə görə 90 olur? Çünki bu radius toxunma nöqtəsində toxunana perpendikulyar olur. Biraz sonra təkrar deyəcəyik bunu. Bu perpendikulyar olur. Məsələn, bura desək ki 30-dursa, onda bu mərkəzi bucaqda 60 olur. Düz bucaqlı bucaq olduğu üçün. Onda burada olur 60 dərəcə. Yəni, bu ikisinin cəmi bizə 90'ı vermiş olur. Yəni, bu şəkildə də çıxarsa, demək, bu ikisini 90'a tamamlayırsınız və tapırsınız. Və yaxud da bunun mərkəzi bucağı tapmadan da, deyək ki, bu vətər də burada, radius da burada yoxdursa əgər, bura 30-sa, onda bura birbaşa 60 yaza bilər. Çünki bu ikisinin cəmi 90 olur. İndi isə toxunanla vətərin əmrə gətirdiyi bucaq nəyə bərabərdir? Bu AC toxunanıdır. Bu da AB vətəridir. Bu ikisinin arasında qalan bucaq, alfa bucağı bərabərdir AB qövsünün, AMB qövsünün yarısı və yaxud da AOB mərkəzi bucağının yarısı. Çünki bu mərkəzi bucaqla AMB qövsünün dərəcə ölçüləri bir-birinə bərabər olur. Ona görə burada yazırıq CAB bərabərdir AMB qövsü bölünsün 2 və yaxud da CAB bərabərdir AOB qövsü bölünsün 2. Burada da nümunələrə baxa bilərsiniz. Burada, misal üçün, burada yazıb ki, şəkildə verilənlərə görə AMB qövsü 110-sa, burada X olacağına 70. Çünki X-i 180-ə tamamlamalıdır. Bura isə 60-dırsa, onda bu qövs olur 120 dərəcə. Qövs 120-dirsə, onda daxili bucaq söykəndi qövsün yarısı olduğuna görə burada olur 60 dərəcə. İndi belə bir dənə demək test topsunda yenə sual var. Deyir ki, mərkəzi O nöqtəsində olan çevrədə ABO 60 dərəcədir. ACO 30 dərəcə olarsa, bucaq OMC-ni tapın. Deməli, biz burada ABO, bura 60 verib. Buranı biz birləşdirdiyimiz zaman bu radius çəkirik. Bu adlanır AO ilə OB bərabərdir. Və burada bucaq 60-dırsa, onda bucaq AOB-də bərabərdir bucaq BAO və hər birisi olur 60. 60 olduğu üçün bu bərabər tərəfli üçbucaq olur. Bərabər tərəfli üçbucaq, indi bizdən ACO da verir. Burada olub 30. Bu 30-dursa, onda burada 30 olar. Çünki AO ilə OC bərabərdir. Yəni, bucaq OAC-də 30 olmuş olur. İndi bu 30-dur. Bu da 30-dursa və bu da bucaq 60-dırsa, buradakı verilən bucaq 60-dırsa, 60-30, onda bura nə olur? 90 dərəcə olur. Yəni, bizdən soruşurdu ki, OMC və yaxud da bu bucaq, OMC olur 90 dərəcə. Cavab olur 90.
Çünki bura 30'dur. Bu bərabər yanlı üçbucaqdır. Bərabər yanlı üçbucaqda oturacaq iki bucaqlar bərabərdir. Bu niyə görə bura 30 olur? Çünki bura verib 30 bərabər tərəfli üçbucaq olur. Bərabər tərəfli üçbucaqda burada 60 olur. 60-dırsa burada 60 olmuş olur. Və bərabər yanlı üçbucaq bura 30 olduğu üçün burada 30 olur. 30, 60, bura qalır 90. Bu 90-sa bu da 90 olmuş olur. Cavab olur 90 dərəcə. İndi isə toxunan və kəsən arasında qalan bucaq, toxunanla kəsən arasında qalan bucaq elə iki kəsən arasında qalan bucağa oxşuyur. Yenə böyük qövs çıx kiçik qövs böl 2. Yəni eyni qaydada böyük qövsün dərəcə ölçüsündən çıx kiçik qövsün dərəcə ölçüsü bölünsün 2. Yəni AMC qövsü çıxılsın, AMB qövsü bölünsün 2-yə bərabər olmuş olur. Burada da AMC bura 150-dir. Bura 30'dur. 150 çıx 30 bölünsün 2. O da edir 60 dərəcə. İndi çevrəni kəsən paralel düz xətlər və yaxud da paralel vətərlər arasında qalan qövslərin dərəcə ölçüləri bir-birinə bərabərdir. Yəni bu düz xətlər BC ilə adi düz xət parçası paraleldirsə, onda AMB ilə CND qövslərin dərəcə ölçüləri bir-birinə bərabər olmuş olur. İndi burada yenə demin test topusunda olan suallardan biri deyir ki, çevrə daxilinə çəkilmiş ABC üçbucağının B təpəsindən AC tərəfinə paralel MN toxunanı çəkilmişdir. CBN 75 dərəcə olarsa, AMC qövsünün dərəcə ölçüsünü tapın. Deməli, buradan biz baxırıq ki, CBN 75 verir. Biraz əvvəl dedik ki, toxunan ilə vətər arasında qalan bucaq vətərin gərdiyi qövsün, yəni bu ikisinin arasında qalan qövsün dərəcə ölçüsünün yarısıdır. O zaman biz buranı 150 tapa bilərik. Və yaxud da belə də bax, MN AC-yə paraleldirsə, B təpəsindən AC tərəfinə paralel MN toxunanı çəkir. Bu 75-dir, onda burada 75-dir. İndi bu 150 olduğuna görə burada daxili bucaq söykəndiyi qövsün yarısı olduğuna görə burada nə olur? 75 dərəcə olmuş olur. Bizdən isə AMC qövsünü soruşur. 75, 75 oldu 150. Üçbucağın daxili bucaqlarının cəmi 180 olduğunu üçün burada olur 30. İndi daxili bucaq söykəndiyi qövsün yarısı olduğu üçün bu AMC qövsü də burada olur 60 dərəcə. Deməli 60 olub ki, onun yarısı 30 edir. Onda AMC qövsünün dərəcə ölçüsü olur 60. İkinci bir yolda paralel vətərlərin arasında qalan qövslərin dərəcə ölçüsü bərabər olur. Bura 150-dirsə, onda burada 150 olur. 150, 150, 300. Çevrə ümumi olaraq 360-dır. 360-dan da 300 çıxanda yenə bu qövs 60 dərəcə qalmış olur. Bu da demin test topusunda olan suallardan biri idi. Burada isə mərkəzi 10 nöqtəsində olan çevrədə AMC qövsü 30 dərəcə, bura 30 dərəcədir. Sonra DMB qövsü bura 90 dərəcədir. OK da verir bizə 4. OK isə 4-ə bərabərdir. AK-nı deyir soruşun. AK-nı soruşur, AK-nı tapmalıyıq. Bunun üçün biz OB düz xət parçasını birləşdirik. Buradan O və B nöqtələrini birləşdirik. İndi bu daxili qövs 90 olduğu üçün burada 90 olur. Dolayısıyla bu da 90 olur. Yəni OKB üçbucağı düz bucaqlı üçbucaqdır. İndi iki kəsən arasında, iki vətər arasında qalan bucaq qövslərin cəminin yarısıdır. Yəni 90 üstə gəl 30 böl 2 120 60 dərəcə. Yəni bu bucaq 60 dərəcədir. Bu 90 ilə 30-u toplayıb 2-yə böləndə 60 eləyir. İndi bura 60 sonda bura olur 30 dərəcə. 30-un qarşısındakı kat etsə hipotenuzun yarısı olduğu üçün buradan BK-nı tapırıq 8. Bizdən isə AK-nı soruşur. Biz o zaman buradan təkrar A onu birləşdirsək. İndi buradan görürük ki
30'un qarşısındakı katet OK 4'dür. BK 8'dir. 60'ın qarşısındakı katet, yəni radius olacaq 4 kökdə. Çünki bilirik ki, 60'ın qarşısındakı katet digər katetin kök altda 3 mislidir. İndi bu 4 kökdə 3-dürsə, onda AO da 4 kökdə 3 olur. Biz də bilirik ki, burada artıq AO1 bərabər yanlı üçbucaqdır. Bərabər yanlı üçbucaq çünki radius olur. Bərabər yanlı üçbucaqda oturacaq iki bucaqlar bərabərdir. Bərabər yanlı üçbucaqda isə təpə bucaq olur 120 dərəcə. Çünki 30, təpə bucaq isə 120 dərəcə olanda oturacaq yan tərəfin kök altda 3 misli olur. Burada ayrıca çəkirəm. Bura 120. Oturacaq olur 4 kökdə 3 vur. Kökdə 3 olur 12. İndi bütövlükdə 12-dirsə, bura 8-isə, onda bu AK da qalır neçə? 4 cm. Deməli, AK oldu 4 cm. Və ya belə də tapa bilərik. Buna ehtiyac yoxdur heç. Bunu çəkməsək də tahmin olar. Deməli, bu bucaq 60-90, təpə bucaq 120-dir. Onda 60-dırsa burada 120-də axı 90. Onda burada 30 qalır. Onda buradan alırıq ki, bu elə nə olur? AK ilə OK bərabərdir. OK da 4 verib ona. OK da 4 olduğuna görə elə buradan AK-nı da 4 tapmış oluruq. Yəni bunların heç birinə ehtiyac olmadan, sadəcə bucağı tapmaqla, buna da ehtiyac olmadan, sadəcə bunları birləşdirdiyimiz zaman deməli 60 tapdıq. Bura oldu 30. Bu 60'ı 30 plus 90 bölü 2. Bu perpendiküler olduğu için 90 olsun 90 olur. 90 olsun 30 təpə bucağı 120. Burada qalır 30. Onda AK onun bərabər yanlı üçbucaq olduğunu görürük. Bərabər yanlı üçbucaq olduğu için OK 4 olduğu için AK da 4 tapmış oluruq. Belə də yazmaq olar. İndi yenə 41-ci sual, yenə demin test topusunda olan sual. Burada görürük ki, qövslərin dərəcə ölçüləri, bu 3 dənə qövs var, bərabərdir. Və mərkəzdən keçib. Mərkəzdən keçdiyi üçün bu böyük BC qövs olur 180. Burada isə 180-i 3 bərabər hissə böləndə qalır nə? 60. Hər bir qövs 60 olur. Onda 2 kəsən arasında qalan bucağa görə 180 çıx 60 bölünsün 2. Bu da 120 bölü 2 ilə 60 dərəcə almış olur. Yəni cavab B bəndi olur. BAC bucaq olur 60 dərəcə. Yenə burada ikinci qrup qəbul 2024-cü ildə ikinci qəbula düşən sualdır. Deməli burada da nə edirik? 2K, 4K, 5K, 7K yazıb AMB. Bura olur 2K. BNC bura olur 4K. Sonra SKD bura olur 5K. Burada olur 7K. Bunların hamısının cəmi 2 plus 4 6. Üstə gəl 5 11 7 18K. Bərabərdir 360. Buradan isə K-nı tapırıq 20. İndi bizdən bu bucağı soruşduğuna görə A, M, B. Bu ikisini toplayıb 2K üstə gəlib 5K bölü 2. Bu da bərabərdir 7K bölü 3,5K. 3,5K-nı da 20'ye vursaq cavab alarıq 70 dərəcə. Yəni qəbula düşən sual AMB bucağı olur 70 dərəcə. Bu da yenə 2022-də qəbula düşmüş sual. O mərkəzi çevrədə TA və TB toxunanlardır. ATB 50 dərəcə olarsa, bura 50 dərəcə. ASB-ni soruşur. Biz biraz əvvəl dedik ki, iki toxunan arasında qalan bucaq necə tapılırdı? Toxunan arasında qalan bucaq 180 çıxılsın, onlar arasında qalan qövsün dərəcə ölçüsü. Yəni 50 dərəcə bərabərdir 180 dərəcə çıxılsın ASB qövsü. Buradan da tapırıq ki, ASB qövsü bərabərdir 130.
Bu qövs 130-sa, onda AB, bura bir dənə en yazsaq, AMB qövsü 360 çıx 130. Bu da eləyir 230 dərəcə. Onda bu qövs 230-sa, ASB də söykəndiyi qövsün yarısı, yəni 230-un yarısı o da elədi 115 dərəcə. Yəni ASB bucağı oldu 115. Bu şəkildə tanımış olduq. Çevrədə metrik münasibətlər. Birinci, əgər radius vətərə perpendikulyar olarsa, radius və yaxud da diametri də deyə bilərik. O zaman vətər 2 bərabər hissəyə bölünür. Yəni AC ilə CB bərabər olur. Bu niyə görə belə olur? Çünki biz bunu birləşdirdiyimiz zaman bərabər yanlı üçbucaq alınır. Perpendikulyardırsa, vətər radiusa oturacağı perpendikulyar olanda və yaxud da bu bərabər yanlı üçbucaqda elə ki, bu OC nə olmuş olur? Hündürlük olmuş olur. Hündürlük də eyni zamanda nə olur? Bərabər yanlı üçbucaqda oturacağı çəkmiş hündürlük həm tən bölən, həm də mediandır. Median da tərəfi yarıya bölür. Ona görə AC bərabərdir CB olur. Bu teoremin tərsi də doğrudur. Əgər diametr və yaxud da radius vətərə perpendikulyar olarsa və yaxud da daha doğrusu belə deyil, tərsi belə olur. Əgər radius vətəri 2 bərabər hissəyə bölübsə, onda deyirik ki, radius vətərə perpendikulyardır. İndi iki vətər arasında münasibət, deməli A, B və CD vətərləri P nöqtəsində kəsişib. Onda bunların bölündüyü hissələrin uzunluqları cəmi bir-birinə bərabərdir. Uzunluqları hasılı bir-birinə bərabərdir. Yəni AP vurulsun PB, SP vurulsun PD. Bunlar bir-birinə bərabər olmuş olur. Burada gördüyümüz kimi şəkildə AP 8 və bura 8 verib, BP 3 verib, sonra DP 4 verib, SP'ni soruşur. Nə yazırıq? 8 vur 3, burada x yazsa 4 vur x və yaxud da 4 vur SP. Buradan da x'i tapırıq nə? 24 bölü 4, 6. 8 vur 3, 24 bölü 4, 6. Onda CD vətəndə uzunluğu nə olur? 6 plus 4, 10. İndi burada belə bir dənə demin test topusunda sual var. Radius 6 cm olan çevrənin bir nöqtəsindən qarşılıqlı perpendikulyar olan iki bərabər vətər çəkilmişdir. Çevrənin bir nöqtəsindən qarşılıqlı perpendikulyar olan iki dənə bərabər vətər çəkilmişdir. Bu vətərlərin uzunluğunu tapın. Deməli, buradan radius 6 olan, radius 6 verib, bir nöqtəsindən perpendikulyar. Radius 6-dırsa və bu perpendikulyardırsa, o zaman biz dedik ki, bunlar nə olur? Bir-birinə bərabər olmuş olur. Bərabər vətərlərində mərkəzdə məsafələri də bərabər olmuş olur. Yəni, bunlar da bir-birinə bərabər olmuş olur. İndi buradan bura qədər məsafə x olsa, burada x olur. Çünki bu 90-dır. 90-dırsa, bu olur tən bölən. 45-45. Bu məsafədə, yəni o zaman bunlar bir-birinə bərabər olmuş olur. İndi burada aldıq bərabər yanlı düzbucaqlı üçbucaq. Bu 90 olduğuna görə 45-45 olur və bərabər vətərlər olduğuna görə bunların mərkəzdən məsafələri də bərabər olmuş olur. Yəni bu da x olur, bu da x olur, burada x olur. Burada elə bir ki, nə almış oluruq? Kvadrat almış oluruq. İndi bərabər yanlı düzbucaqlı üçbucaqda da hipotenuz katetin kök altı 2 misli olur. Yəni x kökdə 2 və yaxud da Pifaqor teoreminə görə də yaza bilərik. X kvadrat üstə gəl x kvadrat bərabərdir 6-nın kvadratı. Buradan da x bərabərdir 6 böl kökdə 2. O da elədir 3 kökdə 2. Əgər yəni çətin olursa, Pifaqor teoreminə görə nə yaza bilərik? X kvadrat üstə gəl x kvadrat bərabərdir 6-nın kvadratı. Buradan alarıq 2x kvadrat bərabərdir 36. X kvadrat bərabərdir 18. X də bərabərdir 3 kökdə 2.
Ya belə yaza bilərsiniz, ya da Pifagor teoreminə görə bu şəkildə də yaza bilərsiniz. Pifagor teoreminə görə bu şəkildə, ya da bu formada yaza bilərsiniz. İndi bu vətərin uzunluğunu soruşur. Axı biz dedik vətərə perpendikulyar çəkəndə onu 2 bərabər hissəyə bölürdü. Onda bu vətərlərin uzunluqları nə olur? Hər birisinin uzunluğu 6 köklü 2. Çünki yarısını 3 köklü 2 tanımışıqsa AB bərabərdir AC, o da bərabərdir 6 köklü 2. Sonra yenə demin test topusunda O nöqtəsi çevrənin mərkəzi OD 3 cm, OS 5. Deyir ki, OS AB-yə perpendikulyardır. Perpendikulyarsa o zaman bunu yarıya bölmüş olur. Buradan da OS də radiusdur. Radius olur 5. Radius OS 5 isə deməli OB də 5-dir. OD isə 3-dür. Bir tərəfdən bunlar perpendikulyar olduğuna görə onun yarısında nə olur? Pifagor teoreminə görə 4. Bu 4 isə burada 4. Onda AB də olur 8 cm. Bu da radiusun vətərə perpendikulyar olmasına aid misal nümunələri idi. Sonra radiusu elə bərabər olan çevrəyə çəkmiş toxunanlar arasında bucaq 60 dərəcədir. Toxunanların kəskinmə nöqtəsindən çevrəyə qədər olan ən qısa məsafə. Deməli, radiusu elə bərabər olan çevrəyə çəkilmiş toxunanlar arasında bucaq. Radiusu elə bərabərdir. Deməli, bu sualda isə radiusu elə bərabər olan toxunanlar arasındakı bucaq 60 dərəcədir. Toxunanların kəskinmə nöqtəsindən çevrəyə qədər olan ən qısa məsafə. Ən qısa məsafə deyəndə, yəni bax, buranı yazsaq biz buradan A nöqtəsi götürsək, O, B, C, yəni bizdən AK-nı soruşur. AK bərabərdir sual işarəsi. İndi baxırıq, toxunanlar arasında qalan bucaq 60 dərəcədir. Həmişə bu O, A toxunanlar arasındakı bucağın tən böləni olur. O zaman radiusu deyir R-dir. Bunun radiusu çəkib buradan R yazırıq. Bura oldu R. İndi bura olur 30 dərəcə. Otuz dərəcə olduğu üçün burada olur 60 dərəcə. Çünki radius toxunana toxunma nöqtəsində perpendikulyardır. İndi 30-un qarşısındakı katet R-dirsə, o zaman A, O nəyə bərabərdir? 2 yerə. Bizdən isə soruşur nəyi? AK-nı. Bir də burada R-dir. Onda AK bərabərdir yazırıq. A, O çıxılsın OK. A, O da 2 yerdir. OK da R-dir. Və buradan çıxdığımız zaman cavab olur R. Yəni, ən qısa məsafə ilə R-ə bərabər olmuş olur. İndi isə kəsənlər arasındakı münasibətə baxaq. Deməli, əgər çevrə xaricində götürmüş nöqtədən çevrəyə 2 kəsən çəkilibsə, onda kəsənlərin çevrə xaricində qalan hissəsi ilə bütöv hissəsinin hasili bir-birinə bərabər olur. Yəni, PC, PD. PA vurulsun PB. Kəsənin çevrə xaricində qalan hissəsi ilə bütöv parçasının, yəni bütün kəsənin bütöv hissəsinin hasili bir-birinə bərabər olur. PA vurulsun PB, PC vurulsun PD. Yəni burada ən çox şagirdlərin elədiyi xətalardan biri də odur ki, PC vurulsun C-dir. Bu qətiyyən olmaz. PA vurulsun AB qətiyyən olmaz. Ona görə burada PC vur PD, PA vur PB şəklində yazırıq. İndi burada nümunədə də görürsünüz, bax. 5 vurulsun nə olacaq? 5 plus x. 6 vurulsun nə olacaq? 6 plus 4. Buradan da nə alırıq? 60 bərabərdir 25 plus 5x, x də bərabərdir 7 almış oluruq. Yəni qətiyyən burada 6 vur 4, 5 vur x yazmaq olmaz. Bu səhvdir. Toxunanla vətər arasında qalan münasibət. Yenə toxunanın kvadratı bərabərdir. Kəsənin çevrə xaricində qalan hissəsi ilə bütöv hissəsinin hasili. AB kvadrat bərabərdir
AC vurulsun AD. Burada da misal üçün nümunədə də PA kvadrat bərabərdir. PB vurulsun PS. Bax, PB verib 2. BC bura PB 2'dir. BC də 6'dır. Onda nə olacaq? 2 vur 8. Yəni 2 vurulsun 2 plus 6 bərabərdir PA kvadrat. Buradan da PA bərabərdir 4'ə bərabər olmuş olur. Yəni burada da PA kvadrat bərabərdir PB vur BC olmaz. Və yaxud da AB kvadrat bərabərdir AC vur CD qətiyyən olmaz. Burada da yazmışım. İndi çevrə xaricində götürmüş nöqtədən çevrəyə 2 toxunan çəkmək olur. Və həmin nöqtədən toxunma nöqtələrinə qədər olan məsafələr hər zaman bir-birinə bərabərdir. Məsələn, bu 5-dirsə, bu da 5-dir. Bunu da biz məsələləri işləyən zaman bu qaydadan istifadə etmiş olacağıq. İndi gəlirik dimin test topusunda olan suallardan biri. Deməli, mərkəzi O1, O2 nöqtələrində olan çevrələrin C kəsişmə nöqtəsi AY və BD düz xətlərinin ortaq nöqtəsidir. AB ortaq toxunan BC 3, CD 9, CY isə 5 olarsa AC-ni tapın. Onda toxunanla və kəsən arasında münasibətə görə nə yaza bilərik burada? AB kvadrat bərabərdir birinci. AC vurulsun AY. Bir də yaza bilərik. Bu biri çevrəyə görə yaza bilərik. BC vurulsun BD. İndi AC-miz bizdən AC-ni soruşur. AC-miz yoxdur. Ona görə AC vurulsun AY. AY-miz isə neçə olur? AY-miz olur AC plus SY. SY də neçə verib? 5 verib. Yəni 5. Üstə gəl 5 yazdı. BC-miz neçədir? 3 verib. Burada 3. CD-miz də 9 verib. Onda nə yazacaq? 3 vurulsun. Bax, 3 plus 9. 9 yazmadım. Bax, 3 plus 9. Onda buradan da tapırıq ki, AC kvadrat üstə gəl 5 AC bərabərdir 36. Buradan da AC kvadrat üstə gəl 5 AC çıxılsın 36. Bu da bərabərdir 0. Buradan da AC tapırıq 4. Cavab olur 4. Çünki 4 plus 5, 9, 3 plus 9. 4 vur 9, 36, 3 vur 12, 36. Buradan da AC-ni 4 tapmış oluruq. Sonra yenə dimin test topusunda olan suallardan bir dənəsi deyir ki, ERS bərabərdir D çevrənin diametri, PQ və TU isə bu diametrə paralel vətərlərdir və bir-birinə bərabərdir. Paralel vətərlərdir. Deməli, PQ TU 6/5 dedir. Diametrin 6/5 hissəsidir. Onda biz bunu buradan mərkəzini birləşdirsək, yəni şəkli böyüdək. Bunu bu şəkildə çəksək. Və bunu da bu şəkildə birləşdirsək. Paralel vətərlərdir və bərabərdir. Bərabər olduğu üçün paralel vətərlərdir və bərabərdir. Onda mərkəzdən olan məsafələri də bərabər olmuş olur. O zaman biz buradan diametr D-dirsə, bu radiusu nə olacaq? D bölünsün. Yəni, bura bir dənə O nöqtəsi yazsaq, P, O bərabərdir. P, O bərabər də olacaq. D bölünsün 2. Və bunlar da perpendikulyar olduğu üçün KH yazsaq. Mərkəzə perpendikulyar indirdiyimiz zaman dedi ki, mərkəzdən radius vətərə perpendikulyar olduğu üçün, OK da radius üzərində yerləşdirdiyi üçün, deməli, onda PK ilə KQ də bərabər olur. PK bərabərdir KQ. Ümumi vətər 6/5 dedirsə, onun yarısı olacaq 5D bölü 6 bölünsün 2. Yəni 12/5D olmuş olacaq. İndi Pifagor teoreminə görə OK-nı tapsaq, OK kvadrat üstə gəlinsin PK kvadrat bərabərdir PO kvadrat. Biz PO-nu, daha doğrusu burada OK-nı tapmalıyıq. OK kvadrat bərabərdir. PO-muz nədir? D bölü 2.
10 da kvadratı oldu. D kvadrat bölünsün 4. Çıxılsın sağa keçsə PK da 144'də 25 D kvadrat. Bunu isə çıxdığımız zaman burada qalır 144. Orta məxrəc çıxsa, orta məxrəc 144 çıxsa, deməli 144 bölü 4 o da elədi 36. 36 D kvadrat çıxılsın 25 D kvadrat. Bu da elədi 11 D kvadrat bölünsün 144. Bundan da kök aldıqda isə cavab alırıq. OK bərabərdir 11 kök altda 11D bölünsün 12. Cavab olur kök altda 11D bölünsün 12. Yine burada ikinci qrup qəbul 2024-cü ildə düşən sual. Deməli burada da necə yazırıq? AC və AB çevrəyə çəkmiş toxunanlardır. C nöqtəsinə AB-yə çəkilən C-nin perpendikulyarı çevrəni Y nöqtəsində kəsir. BM verilib burada 4, MA verib 6 və CY-ni tapın deyir. Biz buradan bilirik ki, BA toxunanı ilə AC toxunanı bir-birinə bərabərdir. BA 10 olur, 4 plus 6 10. Onda burada olur 10, yəni AC də olur 10. İndi Pifagor teoreminə görə CM bərabərdir 10'un kvadratı çıx 6'nın kvadratı. Bu da eləyir kök altında 64, yəni 8 olmuş olur. İndi CM-i tapdıq 8. Bizdən CY-ni soruşur. Onda mən bura bir dənə bu Y nöqtəsidir, bura yaxşı düşməyib. Deməli, onda yaza bilərik ki, BM kvadrat bərabərdir. Belə ki, bura toxunandı buradan, bura qədər toxunandı, bu da kəsəndir. BM kvadrat bərabərdir. YM vurulsun MC. BM də 4'dür. 16 bərabərdir. 4'ün kvadratı bərabərdir. MC də 8 tapmışıq. 8 vurulsun YM. Buradan isə YM bərabərdir. 16 bölü 8 2. Amma bizdən SY-ni soruşur. SY də bərabərdir. Nə olur? Ümumi 8 tapmışıq. 8 çıx 2. O da bir 6 sant. Yəni cavab oldu 6. Yine 2022'de buraxışa düşən suallardan bir dənəsidir. Deyir ki, BS 2, AD 5, CD 10 olarsa, çevrələr arasındakı ən qısa məsafə. Ən qısa məsafə deyəndə, biz buradan, bura bir dənə K yazası olsaq, yəni əslində SK-nı soruşur. SK bərabərdir sual işarəsi. Bu mərkəzlər arasında olur. SK isə ən qısa məsafə. BS 2'dir. AD 5'dir və CD də 10'dur. Onda burada biz nə almışıq? Düzbucaqlı üçbucaq BDA. Düzbucaqlı üçbucaq ilə belə bir şey almışıq. Katetin biri 5'dir, biri də 12'dir. Pifagor teoremi görə nə olur? 13. Yəni onda buradan alırıq ki, 12'nin kvadratı üstə gəl 5'in kvadratı ilə də 13. BA bərabərdir 13 almış olduq. Amma biz buradan SK-nı tapdığımız zaman SK bərabərdir BA çıxılsın BS üstə gəl KA. Bu da bərabərdir. BA-mız oldu neçə? 13. 13 çıxılsın. Birinin radisi 2, birinin radisi 5'dir. 2 plus 5. Buradan cavab aldıq 6. Yəni ən qısa məsafə deyəndə bura. Amma mərkəzləri arasındakı məsafə desəydi, təbii olaraq cavab B-yanı götürüb 13 tapmış olacaqdıq. İndi toxunanlar arasında hansı münasibət var? Bu qabağımıza çox vaxt çıxır məsələləri həll edən zaman. Deməli, çevrə xaricində götürmüş nöqtədən
toxunma nöqtələrinə qədər olan məsafələr birinci bərabərdir. Bu BO parçası toxunanlar arası qalan bucağın tən böləni olur. Çünki mərkəzi birləşdirib, bura R, bu məsafə də bərabər olanda A olsa, düzbucaqlı üçbucaqda da 2 katet və arasındakı bucağı bərabər olanda, onda bu bərabər üçbucaqlar alınır. Yəni, ümumiyyətlə, düzbucaqlı üçbucaq 2 kateti bərabərsə, o düzbucaqlı üçbucaqlar bərabər olur. Ona görə burada da toxunma nöqtələri arasını birləşdirən düz xətt parçası da olur toxunanlar arasında qalan bucağın tən böləni. Və burada biz bu R katet olur, AB katet olur, BO olur, hipotenuz. Məsələn, burada nə soruşa bizlər? Soruşa bilər, toxunanların çevrəyə çəkmiş iki toxunanın toxunma nöqtələri arasındakı məsafə. Məsələn, AC-ni soruşa bilər. Bunu da biz necə tapa bilər? Məsələn, bura H olur. Düzbucaqlı üçbucaqda hipotenuza çəkmiş hündürlük arasında belə bir dənə münasibət vardır. Katetlərin hasili, yəni AO vurulsun AB bölünsün hipotenuz OB. İndi burada BC-ni soruşanda artıq BC olacaq 2 vur. Çünki bununla bu eyni şeydə bərabər olur. 2H. 2H olanda da nə olur? 2 AO vurulsun AB bölünsün OB. Yəni, desək ki, misal üçün, toxunanların çevrəyə toxunma nöqtələri arasındakı məsafəsini tap, onda deyəcək nə olacaq? 2AO, yəni 2R vurulsun toxunma nöqtələrinə qədər olan məsafə AB bölünsün nə? Hipotenuz, yəni mərkəzə qədər olan məsafə. Bu düsturu bilmək faydalıdır, çünki buna aid demin test topusunda da suallar var. Məsələn, burada belə bir dənə sual verib, MP bərabərdir NK demin test topusunda olan suallardandır. Toxunanlardır, o çevrənin mərkəzidir. MP ilə NK bərabərdirsə, bunlar bir-birinə bərabər olduğu üçün bunlar nə olur? 15-15 düşür. Çünki toxunma nöqtələri arasındakı məsafə bərabərdir. Bunlar bərabər olduğuna görə hər birisi 15-15 düşür. İndi NO da verilməsə 25. Bura 25-dirsə, onda bu radius toxunma nöqtəsində toxunana perpendikulyar olur. Bizdən çevrənin uzunluğu radiusunu soruşur. Radiusda necə tapaq? Pifagor teoremə görə. Onda R kvadrat nə olur? Hipotenuzun kvadratı çıxılsın katetin kvadratı. Bu da nə edir? 25 çıx 15. 25'in kvadratı çıx 15'in kvadratı 400. Buradan da R bərabərdir 20 almış oluruq. Yəni radius olur 20. İndi əgər 2 dənə vətər perpendikulyar olarsa və bölündüyü hissələrin də uzunluqları verilibsə, o zaman onun radiusunu bu düsturla tapmış oluruq. Bu düsturu bilmədən də tapmaq olar, amma buradan orta nöqtədən bura perpendikulyar indirərik. Bu hissələrin uzunluqlarını bölüb 2'ye bölüb, o biraz uzun getmiş olacaq. Burada da eyni şəkildə, amma bu düsturu biləndə daha tez tapmış olur. Məsələn, buradan perpendikulyar indirib, buradan sonra düzbucaqlı üçbucağı gətirib tapa bilərik yenə də radiusu. Bura radius olur. Amma bu düsturu biləndə birbaşa daha tez tapmaq olar. İndi çevrə xaricinə və çevrə daxilinə çəkmiş dördbucaqlar var. Əgər dördbucaqlı çevrənin bütün tərəflərinə toxunursa, buna deyilir çevrə xaricinə çəkmiş dördbucaqlı. Çevrə xaricinə çəkmiş dördbucağında qarşı-qarşıya duran tərəflərin cəmi bir-birinə bərabər olur. Məsələn, bura 5, bura deyək ki 12-dirsə, misal üçün, onda bura 7 oldusa, bura neçə olacaq? 10 olmalıdır. Çünki qarşı-qarşıya duran tərəflərin cəmi bərabər olmalıdır. 17, 17. Əgər çevrə dördbucağının bütün təpə nöqtələrindən keçsə, ona çevrə daxilinə çəkmiş dördbucaqlı və yaxud da dördbucaqlı xaricinə çəkmiş çevrə deyilir. Deməli, dördbucaqlının xaricinə çəkmiş çevrədə təpə nöqtələrindən keçdiyi üçün təpədə də bucaqlar yerləşir. Onda qarşı-qarşı duran bucaqların cəmi nə olmalıdır? 180 olmalıdır. Yəni, qarşı-qarşı duran bucaqların cəmi bərabər olur. Onlar da hər birisi 180 olur. Məsələn, bura deyək ki 30-sa, onda bura nə olacaq? 150 dərəcə. Çevrədə 2 vətər çəkirik.
Əgər bu vətərlər bir-birinə bərabərdirsə, onda onların mərkəzinə olan məsafələri də bir-birinə bərabər olur. Və yaxud da tərsinə, çevrənin mərkəzindən eyni məsafədə yerləşən iki vətər bir-birinə bərabər olmuş olur. Bu da niyə görə belə olur? Çünki burada birləşdirdiyimiz zaman iki dənə bərabər yanlı üçbucaq alınır. Əgər bu vətərlər bərabərdirsə, onda bunların hündürlükləri də nə olmuş olur? Bərabər olmuş olur. Deməli, çevrənin mərkəzindən eyni məsafədə yerləşən iki vətər bir-birinə bərabərdir. İndi isə gəlirik çevrənin uzunluğu. Çevrənin uzunluğu nəyə deyilir? Birinci pi ədədi nədir? Pi ədədi çevrənin uzunluğunu diametrə bölünməsindən alınan ədəddir. Yəni, çevrənin uzunluğunun diametrə nisbəti adlanır pi ədədi. Pi ədədi irrasional ədəddir. Yəni, burada təqribən 3,14 götürürük. Amma qiymət sonsuz olaraq burada getmiş olur. Yəni, 3,14, 15 və s. bu şəkildə davam edir. Çevrənin uzunluğu L bərabərdir 2 pi r. 2 r diametrə bərabər olduğu üçün elə uzunluğun olub pi vur d. Yəni, diametrin pi-yə olan hasılı adlanır çevrənin uzunluğu. Radius 8 isə 2 pi r elədir 16 pi. İndi biz mərkəzi bucağı dərəcə ilə vermişdik. Bir də mərkəzi bucaq radianla verilir. Radian nə deyilir? Radian qövsün uzunluğunun radiusa nisbəti adlanır. Bir radian elə mərkəzi bucaqdır ki, ona uyğun qövsün, mərkəzi bucağa uyğun qövsün uzunluğu radiusa bərabər olsun. Bir radian təqribən 57 dərəcə 17 dəqiqədir. Bu olub pi radian bərabərdir 180 dərəcə. Bunun hər tərəfini pi-yə böldükdə 1 radian bərabərdir 180 böl pi. Pi də 3,14 təqribən. Bu da təqribən eləyir 57 dərəcə 17 dəqiqə. İndi burada radian ölçüsünü böldük. Deməli, bucağın radian ölçüsü nə idi? Qövsün uzunluğunun radiusa nisbəti. Burada isə radiandan dərəcəyə keçmə və yaxud da dərəcədən radiana keçmə düsturları verilir. Misal üçün, deyək ki, 4-də 3 pi-dirsə, bu pi ilə verəndə radian olmuş olur. Bunu biz dərəcə çevirmək istəyirsə, bunu pi-nin yerinə yazırıq 180 dərəcə. Burada düsturda yazsa, məsələn, 180 radian 400 pi. Bunu vururuq 180-ə, bölürük pi-yə. Bu pi-lər gedir. Nə qalır? 4-də 3 vur 180. 180-i 4-ə böləndə 45, bu deyir 135 dərəcə. Və yaxud da elə birbaşa pi-nin yerinə 180 də, pi-ni atıb yerinə 180 də yazıb tapa bilərsiniz. Amma dərəcədən radiana keçmək istəyir. Məsələn, 30 dərəcə bunu radiana çevirmək istəyirəmsə, bunu pi-yə vurub 180-ə bölürəm. Burada da 6x sayında qalıb pi böl 6. Pi böl 6 radian almış oluruq. Burada da misallarda görürsünüz. Radiusu 4 cm olan çevrənin 40 cm uzunluqdakı qövsünə uyğun mərkəzi bucağa neçə radiandır? Deməli, nə olur? Çevrənin qövsün uzunluğunu bölürük radiusu, alırıq radian, 10 radian. Radian ölçüsü verilmiş bucaqların dərəcə ölçüsünü tapın. Pi-dir. Dərəcə nədir? 180 böl pi vurulsun pi böl 6 böl 30. Və yaxud da pi-ni silib yerinə 30 dərəcə yazın. 180 yazıb da tapa bilərsiniz. Pi-ni yerinə 180 dərəcə yazmaqla da dərəcə çevirmiş olursunuz. Dərəcədən radiana çevirmədən ötürü isə biraz əvvəl dedik. Pi böl 180-i vururuq dərəcə, alırıq 6,5 pi. Bunları təkrar trigonometrik funksiyaları keçərkən, izah edərkən orada yenə radiandan dərəcə, dərəcədən radiana keçmə əlaqədar misallar işləyəcəyik. İndi çevrə qövsünün uzunluğu. Çevrənin uzunluğunu bildik. 2 pi r. Çevrənin uzunluğunun 360'da alfa hissəsi, yəni biz əslində çevrənin uzunluğu nə dedik? 2 pi r. Bunun 360'da alfa hissəsini tapanda alırıq bu qövsün uzunluğu. Buradan da 2x çərgində pi r alfa bölünsün 180. İndi mərkəzi bucaq dərəcə ilə verəndə buna görə hesablanır. Amma mərkəzi bucaq radianla da verə bilər. Radian burada A bucağın radian ölçüsü. Onda
Biraz əvvəl dedik axı, radian ölçüsü qövsün uzunluğunun radiusa nisbətidir. Oradan da qövsün uzunluğu nə olur? R bərabərdir radian ölçüsü vurulsun radius. Misal üçün, burada 2023-21 maddə qəbula düşən sual var. Deyir ki, diametri AC olan çevrədə AMB qövsünün uzunluğu 6pi, BNC qövsünün uzunluğu isə 2pidir. Toplam elədir 8pi. Deməli, çevrənin radiusunu soruşur. Çevrənin yarısı 8pi isə tamamı olur neçə? 16pi. Çevrənin uzunluğu nə idi? 2pi r. Buradan da r tapırıq nə? 8 cm. 16'ın 2pi böləndə qalır radius 8. Deməli, çevrənin radiusu oldu 8. Yenə burada qəbula düşüb 2021-ci ildə qəbula düşən sualdır. Birinci qrupa düşən sual. Deməli, yazın mərkəzləri O1, O2 nöqtələrində olan iki çevrə K nöqtəsində xaricdən toxunur. AY parçası K nöqtəsindən keçir. AY 22 cm, A O1K və M O2K 56 cm olarsa, çevrələrin mərkəzləri arasındakı məsafə, yəni O1, O2-ni soruşur. Bunu tapmalıyıq. İlk öncə bura, deməli, bura radius qeyd etsək. Böyük yer, burada kiçik yer, kiçik yer. İndi perimetrləri verib, deməli, AK üstə gəl 2 yer. Bu birisində isə KM üstə gəl 2 yer. Bərabərdir 56. AY də verib bizdə, deməli, AK ilə da KM-in cəmi AK plus KM üstə gəl 2 vurulsun, böyük yer plus kiçik yer bərabərdir 56. AY isə 22-dir. Bunun yerinə 22 versə, AK ilə KM AY verir bura. 22 üstə gəl 2 vurulsun, R plus R bərabərdir 56. 56-dan 22 çıxsaq, 34. 34-ü də 2-yə bölsə 17. Deməli, R plus kiçik yer bərabərdir 14. Onda radiusları cəmi bura O1, O2 14-dür və AY də 22-dir. Bizdən soruşur mərkəzləri arasındakı məsafə ilə mərkəzləri arasındakı məsafəni də tapmış olduq. O1, O2 oldu da. Yəni O1, O2 xaricdən toxunduğu üçün O1, O2 ilə bərabər nədir? Böyük yer plus kiçik yer, o da 14. Cavabı 14 tapmış olduq. İndi təpədəki bucağı 120 dərəcə, yan tərəfi 4 cm olan bərabər yanlı üç bucağın xaricinə çəkilmiş çevrənin radiusunu tapın. Təpədəki bucağı 120-dir və bərabər yanlıdır. Bu yan tərəf 4-dürsə, demək ki, bu təpə bucağı 120 olduğuna görə bura olur 240 dərəcə. 180-dən bir olduğu üçün, yəni mərkəz aşağıda yerləşmiş olur. Xaricinə çəkilmiş çevrənin radiusunu soruşanda da biz burada sinuslar teoremindən istifadə edəcəyik. Bura 120 isə onda bunların hər birisi olur 30. Burada 120-dir. Onda belə bir dənə sinuslar teoremi nədir? A bölünsün sinus alfa bərabərdir nəyə? 2-ə. Xaricinə çəkilmiş çevrənin radiusunu tapandadır. Deməli, verilənləri yerinə qoysaq 4 bölünsün. 4-ün qabağında duran tərəf nədir? Sinus 30. Sinus 30-un da qiyməti 2-də 1-ə bərabərdir. Bərabərdir 2-yə. Buradan da alırıq ki, 4 böl. Sinus 30 2-də 1-dir. 2-yə. 2-də 1-i 2-yə vuranda 2-lər gedir. R də bərabərdir ilə 4 tapmış olur. Yəni, xaricinə çəkilmiş çevrənin radiusu 4 olmuş olur. Dimin test topusunda olan suallardan biridir. İndi burada oturacağı 2-yə, yan tərəf 3-ə bərabər olan bərabər yanlı üç bucağın daxilinə və xaricinə çəkilmiş çevrələrin radiusları hasını tapın. Birinci, biz ilk növbədə ixtiyari üç bucağın xaricinə çəkilmiş çevrənin radiusu düsturunu yazaq. Deməli, ixtiyari üç bucağın xaricinə çəkilmiş çevrənin radiusu ABC bölünsün 4S-dir.
Daxilə çəkimi çevirən radisi isə 2s bölünsün a plus b plus c-yə bərabərdir. İndi bunların hansını dedikdə böyük R vur kiçik R yerinə qoysaq a, b, c bölünsün 4s vurulsun 2s bölünsün a üstəgəl b üstəgəl c. Burada isə alırıq ki a, b, c bölünsün 4s'dən 2s şimdi qalır 2 a üstəgəl b üstəgəl c. İndi deməli oturacağı 2'dir, yan tərəfi də 3'dür. Biz burada üçbucağın digər tərəfində hətta verib tərəflər əslində burada çəkib göstərək. Deməli oturacaq 2'dir, yan tərəfdə 3'dür. Bərabər yanlı olduğu üçün deməli nə yazacaq onda? Yazacaq 3 vur 2 2 vurulsun 3 plus 2. Buradan da alırıq ki, deməli 9 vur 2 18 6 o da 2 8 16. Bu da 2 eksər getsə qalır 8'də 9. Bu da eləyib 1 tam 8'də 1. Yəni cavab A bəndini almış oluruq. İndi burada yenə təkrar xatırlatma eləyir. Deməli, ixtiyari üçbucağın xaricinə çəkimi çevirən radisi, ixtiyari üçbucağın daxilinə çəkimi çevirən radisini yazdıq. Amma bərabər tərəfli üçbucağın bir də xaricinə və daxilinə çəkimi çevirən radisi var. Bərabər tərəfli üçbucaqda xaricə çəkimi çevirən radisi a kökdə 3 böl 3'dür. Daxilə çəkimi çevirən radisi isə a kökdə 3 böl 6'dır. Bunları yadda saxlamaq lazımdır. Bu bərabər tərəfli üçbucaq. Düzbucaqlı üçbucaqda isə düzbucaqlı üçbucaqda böyük R hipotenuzun yarısı S bölü 2. Burada şəkildə çəkə bilərik. Böyük R xaricinə çəkimi çevirən radisi. Hipotenuzun yarısı. Kiçik R isə katetlərin cəmi çıxılsın S bölünsün 2'yə bərabərdir. Katet A, B, bu da hipotenuz. Deməli, burada da şəkildə gördüyümüz kimi bu bərabər tərəfli üçbucaqdır. Xaricə çəkilmiş çevirənin radisi, daxilə çəkimi çevirənin radisi. Bunların mərkəzləri də üst-üstə düşür. Kiçik R olur a kökdə 3 böl 6, böyük R olur a kökdə 3 böl 3. Yəni böyük R kiçik R'in 2 misli olur. Düzbucaqlı üçbucağın isə daxilə çəkimi çevirən radisi olur hipotenuzun yarısı. Xaricinə çəkimi çevirən radisi isə katetlərin cəmi. Burada gördüyümüz kimi bura A, B nədir? Katetlərdir. Katetlərin cəmi çıxılsın hipotenuz bölü 2. Bunları yadda saxlamaq lazımdır. Yəni bərabər tərəfli üçbucaq və düzbucaqlı üçbucaqda xüsusi olaraq bunlar var, amma qalanlar bütün üçbucaqlarda isə digər yerdə qalan bütün üçbucaqlarda isə budur. Xaricinə çəkilmiş, yəni böyük yer xaricə çəkilmişdir. ABC bölü 4s kiçik yerdə daxilə çəkimi çevirənin radisidir. İndi bərabər tərəfli üçbucağın və təpələri bu üçbucağın tərəflərinin orta nöqtələri olan üçbucağın daxilinə çəkilmiş çevrələrin radisləri nisbətini tapın. İndi bu sualda belə dedim. Bərabər tərəfli üçbucağın və təpələri bu üçbucağın tərəflərinin orta nöqtələri olan tərəflərin orta nöqtələri buradır. Yəni ABC üçbucağın tərəflərinin orta nöqtəsini birləşdirdiyimiz zaman burada MNK üçbucağı alırıq. Deməli, deyir ki, tərəflərin orta nöqtələri olan üçbucağın daxilinə çəkilmiş çevrələrin radiusları nisbətini tapın. Həm böyük üçbucağın daxilinə çevrə çəkib, həm də tərəflərin orta nöqtələrini birləşdirdiyimiz zaman alınan üçbucağın daxilinə çəkilmiş çevrənin radiusları nisbətini tapın.
İndi bu tərəflərin orta nöqtələrini birləşdirdiyi üçün elə MNK da bərabər tərəfli üçbucaq olur. Deməli, bərabər tərəfli üçbucağın xaricinə elə ki, bu bərabər tərəfli üçbucaqda bu olur daxilinə çəkmiş çevrə. Bu bir söz olur xaricinə çəkmiş çevrə. İndi dedik ki, daxilinə və xaricinə çəkmiş çevrələrin radiusları nə idi? R bərabərdir. Biri nə idi? Böyük. Xaricinə çəkilmiş. A kökdə 3 bölü 3. Kiçik yerdə nə idi? A kökdə 3 bölü 6. Bunların da nisbətini tapanda böyük yer bölünsün kiçik yer. Görürük ki, bunları böləndə nə olur? A kökdə 3 bölü 3. A kökdə 3 bölü 6. Buradan alırıq nə? A kökdə 3-lər gedir. Qalır 6 bölü 3. Yəni nə almış alırıq? 2 bölü 1. Cavab olur A bəndi. Çünki elə bu, əslində bu göy üçbucaq var. Bu göy rəngdə olan üçbucağın biri olub xaricinə çəkmiş çevirən radiusu, biri də olub daxilinə çəkmiş çevirən radiusu. Ona görə biz elə burada nə olur? Böyük yeri kiçik yerin bölmüş oluruq. Eyni zamanda bu orta nöqtələri birləşdirdiyimiz üçün MNK üçbucağın ilə tərəfləri nə olur? ABC üçbucağın tərəflərinin yarısı olmuş olur. Sonra burada yenə hipotenuzu 12 cm, iti bucaqlarından biri 60 dərəcə olan düzbucaqlı üçbucağın daxilinə çəkilmiş çevrənin radiusunu tapın. İndi bizdə bu hipotenuz 12-dir. 12 olduğu üçün bura yazıram 12. Bucaqlarından biridir 60. Bura 60 dərəcədir. Onda bu biri bucaq olur 30 dərəcə. 90 olsun. Bura olur 6. Bura olur 6 kökdə 3. İndi bizdən nə deyil? Bu üçbucağın daxilinə çəkilmiş çevrənin radiusu. Biraz əvvəl daxilinə çəkilmiş çevrənin radiusu nə dedik? Katetlərin cəmi çıx hipotenuz bölünsün 2. Katetlər nə oldu? Biri oldu 6, biri də 6 kökdə 3. Çıxdıq hipotenuzda 12. Bölünsün 2. Buradan nə alırıq? Sonra alırıq ki, 6 kökdə 3. 6 çıxı 12, 6 bölü 2. Bunu da 2'ye böldüğümüz zaman ne alırıq? 3 kökdə 3 çıxılsın 3. Buradan da 3'ü mötərizə xaricinə çıxardığında nə alırıq? 3 vurulsun kök altda 3 minus 1 mötərizədən. Cavab oldu A bəndi. İndi isə iki tərəfi 24 və 30 olan üçbucağın 3-cü tərəfinə çəkilən hündürlüyü 20 olarsa bu üçbucağın xaricinə çəkilmiş çevrənin radiusunu tapın. Deməli, burada da iki tərəf yazıb 24, 30 yazırıq tərəfləri 24, 30. Buradan da hündürlük də verib 20. Deyir ki, bu üçbucağın 3-cü tərəfinə, iki tərəfi 24 və 30 olan üçbucağın 3-cü tərəfinə çəkilən hündürlük 20 olarsa bu üçbucağın xaricinə çəkilmiş çevrənin radiusunu tapın. Deməli, burada şəkil bu formada olur. 3-cü tərəfi yazaq, bir dənə A yazırıq. A yazırıq. Deməli, biz dedik ki, xaricinə çəkilmiş çevrənin radiusu ABC bölünsün 4S-dir. İndi burada düzdür, biz sahəni də bilməliyik, amma sahəni hələ keçməmişik. Amma üçbucağın sahəsi tərəf və tərəfə çəkilmiş hündürlüyə görə yazsaq, 2'də 1 vurulsun A vur H. Yəni, burada nə olacaq? 2'də 1 vurulsun A vur H da 20'dir. Oldu 10'a. Yəni, bu üçbucağın sayısı oldu 10'a. İndi gətirib burada yerinə qoyası olsa, bərabərdir. İki tərəf 24'dür. Yəni, B ilə C 24. Vur 30. Vur A. Üçüncü tərəf alır. Bu deyək ki, B'dir. Bura B'dir. Bu da C'dir. 30'a bərabər olan. Vurulsun 4'dir. 4 vurulsun 10A. Burada A'lar ixtisar gedir. 30 ilə də 10 ixtisar gedir, qalır 3. 24 ilə də 4 gedir, qalır 6 vur 3. Bu da bərabərdir 18. Deməli, xaricinə çəkilmiş çevrənin radiusu oldu 18. Beləcə, mövzunun sonuna gəlib çatdıq. Diqqətiniz üçün çox sağ olun, təşəkkür edirik. Kanala abunə olmaqla bizə dəstək olmuş olarsınız. Öncədən hər birinizə təşəkkür edirik. Sağ olun, Allah amanında özünüzə yaxşı baxın, hörmətli dinləyicilər.